Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun Neft və Davamlı İnkişaf Azərbaycanın Enerji Strategiyası adlı 3 cildlik kitabının təqdimatı keçirilib. Prezident Kitabxanasının direktoru Afət Abbasova nəşrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, son dövrlər kitab təqdimatlarının intensiv xarakter alması fonunda Sadiq Qurbanovun bu fundamental tədqiqat əsəri xüsusi aktuallığı ilə seçilir. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi COP29-un prezidenti Muxtar Babayev çıxışında kitabı neft sənayesinin tarixinin öyrənilməsi və enerji strategiyasının sistemli tədqiqi baxımından mühüm töhfə kimi dəyərləndirib. O vurğulayıb ki, belə nəşrlərdə müxtəlif baxışların, sənədlərin və faktların ardıcıl şəkildə toplanaraq təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, əsərdə 1994-cü ildə imzalanmış əsrin müqaviləsinə geniş yer ayrılıb. Akademik Arif Həşimov diqqətə çatdırıb ki, 3 cildliyin mühüm xüsusiyyətlərindən biri enerji diplomatiyasının ayrıca və sistemli istiqamət kimi təqdim olunmasıdır. Onun sözlərinə görə müəllif enerji siyasətini təkcə daxili iqtisadi qərarlar müstəvisində deyil, həm də beynəlxalq münasibətlər və geosiyasi balans kontekstində təhlil edir ki, bu da əsərin elmi dəyərini artırır və onu müasir enerji tədqiqatları ilə uzlaşdırır. Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, nəşr müasir Azərbaycanın enerji siyasətinin formalaşmasında ümumi lider Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin və prezident İlham Əliyevin bu siyasəti müasir çağırışlara uyğun davam etdirməsinin elmi baxımdan öyrənilməsi üçün əhəmiyyətli mənbədir. Digər çıxışçılar da əsərin aktuallığını vurğulayaraq onun təkcə enerji sahəsi üçün deyil, bütövlükdə Azərbaycan tarixinin müxtəlif mərhələlərinin öyrənilməsi baxımından da əhəmiyyətli olduğunu bildiriblər. Sonda çıxış edən müəllif Sadiq Qurbanov vurğulayıb ki, əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin strateji hədəfləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsidir.